21-ci testimizin şərtində soruşulur. Hansı cümlədə mənsubiyyət şəkilçili söz təsiri yaldadır? A bəndində 2 dənə mənsubiyyət şəkilçili söz var. Meşələrində bir də çinarı sözü. Meşələrində yeri yaldadır götürmürük. Çinarı sözü isə təsiri yalda olan sözdür. Şərq çinarı burada mənsubiyyət. Çinarı şəkilçisi artırırıq, qəbul edir. Demək, qeyri-müəyyən təsiri yalda olan sözdür. Doğru cavabımız A bəndi. Digərlərində olan mənsubiyyətdə olan sözlərə diqqət edək bəndlərə. Borusu sözündə mənsubiyyət var, adlıq haldadır. Göstərməyiniz mənsubiyyət şəkilçisi var, adlıq haldadır. B olmur, C olmur. Səviyyəsi sözündə mənsubiyyət şəkilçisi var, adlıq haldadır, götürmürük. Ərəfəsində sözündə mənsubiyyət var, yeri haldadır, götürmürük. 22-ci testə baxaq. Cümlələrdən hansında dadə yeri hal şəkilçisidir? A bəndində olunanda fe'li bağlamadır, götürmürük. B bəndində bağlayıcıdır, götürmürük. C bəndində yenidən mənasına gəlir, götürmürük. D bəndində həyatda sözü yeri halda olan isimdir. Doğru cavabımız D bəndidir. E bəndində gündə zərb sözlərinin leksik şəkilçisidir, götürmürük. Doğru cavabımız D bəndi. 23-cü sualımızda soruşur, qeyri-müəyyən yiyəlik halda olan isim hansı cümlədədir? Bizdən konkret olaraq isim soruşur, söz soruşmur. Birinci cümlədə bəxtin qarası heç kəsə nəsib olmasın. Bəxtin sözü yiyəlikdədir, amma qeyri-müəyyən deyil, müəyyəndir. Biri götürmürük. Demək, B bəndində olan 1 var, ona görə B-ni çıxırıq. E bəndində 1 var, E-ni də çıxırıq. İkinci cümləmizə baxırıq. Başqasının eybini görüb öz eybindən əl çəkən adam nə xoşbəxtdir. Burada qeyri-müəyyən yiyəlik halda olan isim yoxdur. 2-ni də çıxırıq. A bəndini də çıxırıq. 3-ə baxaq. Bizi sıxan əzən torpaq həsrətidir. Həsrəti sözündə mənsubiyyət var. Mənsubiyyət şəkilçisi var. Demək, torpaq sözü də yiyəlik haldadır. Şəkilçisi yoxdur, qeyri-müəyyən yiyəlik haldadır. 3-ü götürürük. 3-ü götürürüksə 3 ilə olan variant yalnız C bəndidir. Doğru cavabımız C-dir. Amma biz digərlərinə yenə də baxaq. Cənnət anaların ayaqları altındadır. Ayaqlarının altındadır. 4-ü götürürük. Doğru cavabımız C bəndidir. 5-ə baxaq. Yazıcı əsərini yenicə tamamlamışdı. Burada isə ümumiyyətlə yiyəlik halda olan söz yoxdur. Doğru cavabımız C bəndidir. 24. İşarələnmiş sözlərdən ikisi adlıq haldadır. Əmim bu gün qayıdacaq. Əmim sözü işarələnib, mənsubiyyət şəkilçisi qəbul edib, adlıq haldadır. Kim? Biri götürürük. 1 ilə olan 2 variantımız var. B və C. Digər variantları çıxırıq. E-ni çıxdıq, D-ni çıxdıq və A-nı çıxdıq. 2-yə baxırıq. Xalq şairi şöhrət və titul üçün çalışmamalıdır. Şairi sözü mənsubiyyətdədir. Demək, xalq sözü yiyəlikdədir. Bizə adlıq halda olan söz lazımdır. 2-ni də çıxırıq. Yəni, B-ni də çıxırıq. Doğru cavabımız olur C bəndi. 3-cüdə demək, Vasif yaxşı tələbədir cümləsində tələbədir sözünün altından xətt çəkilib. Burada tələbədir sözü adlıq haldadır. 25-ci testimizə baxaq. Hansı cərgidə altından xətt çəkilmiş sözlərin hər ikisi təsiri haldadır? A bəndinə diqqət edirik. Gözünü açanda gördü ki, dostları ətrafında dayanıb. Gözünü sözü təsiri haldadır, amma dostları mənsubiyyət şəkilçili sözdür. Buradakı I təsiri hal şəkilçisi deyil, adlıq halda olan sözdür. A bəndini çıxırıq. B bəndinə diqqət edək. Birazdan avtobus gələcək, uşaqlar yola düşəcəklər. Avtobus və uşaqlar sözü adlıq halda olan sözlərdir. B bəndini də çıxırıq. C bəndinə baxaq. Şahinin modeli yarışda birinci yeri tutdu. Demək, burada modeli sözündə I var, mənsubiyyət şəkilçili sözdür və adlıq haldadır. C-ni də götürmürük. D bəndinə baxaq. Ayaqları sözünə baxmadı. Onun ayaqları I burada mənsubiyyət şəkilçisidir və adlıq haldadır.
hər iki söz təsiri halda olmalıdır. Sözün biri adlıq haldadırsa D bəndini də götürmürük, amma digər sözə də diqqət edə bilərik. Çamadanı yerə qoydu, çamadanın sözü təsiri haldadır. Amma iki söz soruşduğuna görə D bəndini də götürmürük. E bəndində iki sözümüz var. Göyərçin, bir də gözlərini sözü. Seyran göyərçin gördümü, göyərçini gördümü qeyri-müəyyən təsiri haldadır. Gözlərini zilləyib duracaq. Gözlərinin sözündə lər, cəm, i, mənsubiyyət, ni təsiri hal şəkilçisidir. Demək, doğru cavabımız E bəndidir. 26-cı testə baxaq. Hansı bənddə işarələnmiş isimlər yiyəlik haldadır? Nağılların çox maraqlı idi. Baba, sənin nağılların. Demək, şəxs əvəzi artıra bilirik. Buradakı ın şəkilçisi yiyəlik hal şəkilçisi deyil. Mənsubiyyət şəkilçisidir. Biri çıxırıq. Birincini çıxırıq. Birincini çıxırıqsa, demək B bəndini çıxırıq və C bəndini çıxırıq. İkinci cümləyə baxaq. Şəklin arxasında yazı var idi. Arxasında sözü mənsubiyyətdir. Demək ki, şəklin sözü yiyəlik haldadır. İkini götürürük. 2 ilə olan A və D bəndidir. E-ni də çıxırıq. Üçüncü cümləyə baxaq. Rəngin niyə ağardı? Sənin rəngin. Buradakı in şəkilçisi mənsubiyyət şəkilçisidir. 3-ü də çıxdıq. Dördüncü cümləyə baxırıq. Nağılın bu yeri qızcığazı qorxutdu. Sənin nağılın bu yeri olmaz. Demək, buradakı nağılın sözü yiyəlik hal şəkilçisidir. Onun da mənsubiyyətdə olan sözü var. Yeri sözü. Demək, D bəndi də götürülür. Doğru cavabımız ikinci və dördüncü A bəndidir. Beşinci cümləyə də diqqət edək. Şəklin divarda asılmışdır. Sənin şəklin. Burada sahib şəxs artıra bilirik. Yəni, ikinci şəxs artıra bildik. Əvəzliyim. Demək, şəklin sözü buradakı mənsubiyyət şəkilçisidir. Şəklin sözündəki in şəkilçisi. Doğru cavabımız A bəndi. 27-ci sual. Uşaq ismi hansı cümlələrdə təsiri haldadır? Uşağı dəcəldir. Onun uşağı. Sahib şəxs artırdıq. Demək, buradakı I mənsubiyyət şəkilçisidir. Təsirli halda deyil. Biri çıxırıq. Birlə olan variantları da çıxaq. B bəndini çıxırıq və D bəndini çıxırıq. Uşağı axtarıram. Onun uşağı axtarıram olmaz. İkincini götürürük. Sonra uşağı çoxdur. Onun uşağı. Buradakı I mənsubiyyət şəkilçisidir. 3-ü götürmürük. Yəni, A bəndini də çıxırıq. Dördüncü cümləyə diqqət edək. Uşağı çağırırsan, onun uşağı çağırırsan olmaz. Dördüncünü də götürürük. Demək, ikinci və dördüncü olan C bəndindədir. Doğru cavabımız C bəndidir. Amma 5-ci cümləyə də baxaq. Uşağı böyüyür, onun uşağı, onun əvəzi artıra bilirik. Uşağı sözü burada mənsubiyyət şəkilçili sözdür. Adlıq haldadır. 5-i də götürmürük. Doğru cavabımız C bəndi. 28-ci testə baxaq. Sonu samitlə bitən isimlərdə yiyəlik hal şəkilçisi hansı qrammatik şəkilçisi ilə formaca oxşardır? Sonu samitlə bitən isimlərdə yiyəlik hal şəkilçisi. Yiyəlik hal şəkilçisi olacaq ın, in, un, ün şəkilçisi. Bu da mənsubiyyət şəkilçisi kimi işlənə bilər. İkinci şəxsin təkinin mənsubiyyət şəkilçisi kimi. Məsələn, kitabın sözü həm mənsubiyyət şəkilçisi kimi, şəkilçili söz kimi, həm də yiyəlik hal şəkilçili söz kimi götürülə bilər. Kitabın cildi desək, kitabın sözü yiyəlik halda. Sənin kitabın desək, kitabın sözü mənsubiyyət şəkilçili söz kimi götürülə bilər. İkinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə cavabı doğru cavabdır. Doğru cavabımız E bəndi. 29-cu testimizə baxırıq. Şeir verilib. Soruşulur ki, bu nümunədə işarələnmiş sözlərin ikisi adlıq haldadır. Demək, şəkilçilərə diqqət edək. Vaqif, sabah məni yola sal gedim, torpaq evciyimi ziyarət edim. Oradadır dünyanın zövqü, ləzzəti.
Sən də öz boynundan at bu minnəti. Yəni altına xətt çəkilmiş sözlər bu misralardadır. Məni, evciyimi, zövqü, ləzzəti, bir də minnəti sözləri. Məni yola sal, kimi, məni sözü təsiri haldadır. Bu olmaz. Evciyimi, burada im mənsubiyyətdir, i təsiri haldır. Bu da olmaz. Sonra dünyanın zövqü, ləzzəti. Buradakı zövqü sözündə ü, ləzzəti sözündə i şəkilçiləri mənsubiyyət şəkilçisidir və adlıq haldadır bu sözlər. Bunları götürürük. Minnəti boynundan at, nəyi? Bu da olmaz. Demək, zövqün minnəti olan variant A bəndidir. Doğru cavabımız A bəndi. 30-cu testimizdə deyir ki, o şeir parçasında nümunəsində işarələnmiş sözlərin ikisi təsiri halda deyil. Bahar fəsli yaz ayları gələndə bahar ayları sözlərinin altından xətt çəkilib. Bir də 3-cü misrada yoxsulu, ərbabı, şahı sözlərinin altından xətt çəkilib. Kimi bir-birindən aralı tutmaz? Yoxsulu, ərbabı, şahı. Bu sözlər təsiri haldadır. Bizdən soruşur ki, təsiri halda olmayan sözlər hansıdır? Bahar, bir də ayları sözləri. Bahar fəsli söz birləşməsində bahar yəli haldadır. Ayları sözündə də olan ı şəkilçisi mənsubiyyətdir. Demək, təsiri hal şəkilçisi deyil. Bahar ayları sözləri E bəndindədir. Doğru cavabımız E-dir. 31-ci testə baxaq. Mənim belələrindən yuxarılardan xəbərim yox idi. Həyatın bərkində, boşunda bişməmişdim cümləsindəki isimlərin hansı halda olduğunu müəyyən edin. Mənim sözü isim deyil, çıxırıq. Belələrindən sözü isim deyil, çıxırıq. Yuxarılardan sözü isim deyil, çıxırıq. Çünki bizdən isim soruşur. Xəbərim sözü var. İm mənsubiyyət şəkilçisidir, adlıq haldadır. Həyatın sözü var, isimdir, yəlik haldadır. Bərkində, boşunda isim deyil, bunları da çıxırıq. Demək, bizdən soruşur ki, bu cümlədə isim hansı haldadır? Adlıq halda və yəli halda. Bir adlıq, bir yəli hal. Doğru cavabımız B bəndi. 32-ci testə baxaq. Sənin bu rəqs havasından xoşun gəlir cümləsindəki isimlərin hansı halda olduğunu müəyyən edin. Yenə bizdən isim soruşur. Sənin sözü əvəzli idi, götürmürük. Bu əvəzli idi, götürmürük. Rəqs sözü var, havasından sözü var, 2 dənə isim var. Xoşun gəlir feildir, götürmürük. Rəqs yəlik, havasından sözü isə çıxışlıq haldadır. Bir yəlik, bir çıxışlıq cavabı D bəndindədir. Doğru cavabımız D. 33-cü testimizə diqqət edək. Yönlü hal əsasən hərəkətin istiqamətini və ya çatılacaq son nöqtəni bildirir. Hansı cümlədə işarələnmiş sözə bu izahı aid etmək olmaz? A bəndində bazara, B bəndində lövhəsinə, C bəndində dənizə, D bəndində kəndə sözlərində verilən xüsusiyyət özünü göstərir. Amma E bəndində dircəkli qələmi 50 qəpiyə aldın. Burada hərəkətin istiqamətini və ya çatılacaq son nöqtəni bildirmir. Neçəyə sualına cavab verəcək 50 qəpiyə. Ona görə doğru cavabımız E bəndidir. 34-cü testimizə baxaq. Yönlü hal əsasən hərəkətin istiqamətini və ya çatılacaq son nöqtəni bildirir. Hansı cümlədə işarələnmiş sözə bu izahı aid etmək olmaz? A bəndində səhərə, C bəndində limana, E bəndində dağa, D bəndində gəmiyə sözləri verilən xüsusiyyətləri özündə daşıyır. Amma B bəndində ikiyə sözü hərəkətin istiqamətini və ya çatılacaq son nöqtəni bildirmir. İkiyə sözü
bildirmədiyinə görə doğru cavabımız B bəndində olacaq. 35-ci testimizə baxaq. Şair sözü hansı nümunədə təsirli haldadır? Şairi Hələbdə qətlə yetirdilər. Kimi? Şairi. Şairi sözü burada təsirli haldadır. Doğru cavabımız A bəndi. Digər bəndlərə də diqqət edək. Qəlb şairi, buradakı i mənsubiyyətli adlı haldadır. B bəndi olmaz. C bəndində şair sözü əlbəttə yalandır. Sözü burada mənsubiyyətdə olan sözü şairiyyəli haldadır. Bu da olmaz. D bəndində Bəxtiyar Vahabzadə xalq şairidir. Buradakı i mənsubiyyətdir. Dir-də şəxs xəbəri şəkilçisidir, dir şəkilçisi. Bu da adlı haldadır, olmaz. E bəndində Mişail Müşfiq incə duyğular şairidir. Burada yenə i mənsubiyyət, dir şəxs xəbəri şəkilçisi, adlı haldadır söz. Bu da olmaz. Doğru cavabımız A bəndi.